Gürcistan'daki Yaxın çəksən oraya. Çək biraz. hızla devam etti. Hazreti Ali Camisi'nin, mescidinin içindeyiz. Yanımızda da caminin imamı var. Nasıl buradaki inkişaf? Bir anlatır mısınız? 10 ildən bəri burada dini inkişaf çox gözəldir. İslam dini, xüsusən də cavanlar məscidə çox gəlib gedərlər və dinə məhəbbətləri var. Namaz qılarlar, oruç tutarlar. Cümə günlərdə fazla gəlir cavanlar. Daha çok nereden geliyor? Yani Borçalı'daki cemaat mi geliyor? Dışarıdan da gelen var mı? Borçalıda olan kəndlərdən zaten rayonun özündən başqa bir köylərdən zaten gəlirlər. Gürcüler nasıl Geliyor. bakıyorlar Müslümanlar, İslam'a? Hətta Qurban Bayramında prezidentin özü də bizi təbrik eləməyə bəli gəldi, bizi təbrik elədi Qurban Bayramı. Biz də məscidə camiyə özü gəlmiş şəxsən. Heç bir hökumət tərəfindən bizim problemimiz yoxdur. Yəni.